Bismillahirrahmanirrahim. Allah'ın rəhmət və salamı üzərimizdə olsun inşallah. Ramazan ayının 7-ci günü hamımız üçün mübarək olsun inşallah. Allah bizi bu ayın hörmətinə bağışlasın və bizlərə aqibət və xeyr eləsin inşallah. İmam Sadiq əleyhissalam dilindən nəql olunur ki, "İnnəmə farazallah əzzə və cəllə əs-siyamə liyəstəvi bihil ğaniyyu vəl fəqir." İmam Sadiq əleyhissalam buyurur ki, Allah Taala oruç tutmaqlığı ona görə vacib etdi ki, bunun ən başlıcası budur ki, fəqirlə qani, yəni imkanlı adam eyni olsun, yəni bərabər olsun, seçilsin və bərabər olsun. Yəni deyirlər ki, namaz ona görədir ki, təkəbbür sahiblərinin təkəbbürünü qırmaqlığı üçün. Yəni bir insan namaz qılanda, çünki özündən yekə bir şəxs deməyək, varlıq deyək, qudrət sahibi deyək, yəni özündən böyük bir varlığı qudrətin qarşısında əyilir, yəni namaz qılan. Qunu tutur, rüküyə gedir, səzdiyə gedir, baş əyir, alnını yerə vurur. Bu deyirlər ki, namaz qılmağın ən böyük fəlsəfi önəmi budur ki, təkəbbürlükdən insan azad olur. Çünki təkəbbür insanlar bəzən görsən ki, bəzən yox, elə belədir. Özündən başqa heç kəsi görmür. Adi salam verməyə gücü, qudrəti yoxdur. O qədər yəni qurur sahibidir, təkəbbürdür. Salam vermir, insanı yəni xırda bir böcək kimin ona dəyər verir. Hə deyirlər, namazın ən böyük hikməti budur ki, qurur sahibləri qururu sınmaqlıq üçündür. Yəni özündən böyüyün qarşısında baş əyir, təvazükarlıq edir. İndi İmam Cəfər Sadiq əleyhissalam buyurdu ki, oruç tutmaqlığın da ən böyük önəmi budur ki, varlı ilə kasıb təbəqə eyni ola. Yəni seçkinlik olmaya, eyni ola. Görsən, bir insan dünyadan gedəndə Peyğəmbər əleyhissalamın izzətli qanunları, Allah qanunu kəfən görsən hamı üçün eynidir. Ağdır, qara deyil, sarı deyil, alabulad deyil. Bəs oruçluğun ən böyük önəmli şərtlərindən biri budur ki, insanlar bərabər olsun. İmam Əli əleyhissalam nəql edir ki, "Farazallahu siyamu ibtilaən li ixlasil xalq." Allah Teala oruçluğu ona görə vacib etdi ki, cəmaət arasında ayırd edə. Yəni o cəmaət arasında ixlası ayırd edə, seçim eləyə. Görək bu ayda Allah üçün kim nə qədər zəhmət çəkir, kim nə qədər xidmət göstərir, kim nə qədər Allaha eşqi var. Çünki insan belə görsən, cəmiyyət içinə çıxanda, kimin yanında deyirsən, deyir, mənim Allahım var, Peyğəmbərim var, Qur'anım var, dinim var. Amma İslami qayda qanuna gələndə, insanlar görsən ki, tökülə gedirlər. Məqsəd oruçluq ayı. Çünki oruçluq ayı biraz zor aydır. Görsən, bir insan səhərdən axşama gəzir, dolanır, heç görsən, yorğunluq yadına düşmür, xəstəlik yadına düşmür, səhərdən axşama əlində bel işləyir, heç zəiflik yadına düşmür, şəkər, təzik yadına düşmür. Amma elə ki, məğfirət ayı gələndə, Allahın ayı gələndə, görürsən ki, o qədər bəhanələr, mənim şəkərim var, mənim təzikim var, mən zəifəm, gücüm çatmır, Allah üçün o qədər bəhanələr gətirirlər. Bəs o cəhətdən Həzrət Mövla Əmir əl-Mömin buyurur ki, oruçluq ona görə vacib oldu ki, insanların ixlası Allah yanında seçilə və bilinə ki, kim nə qədər Allaha bağlı insandır. Amma oruç tutanın hökmləri, dünənləri təqribən hətta tərəxüs haqqında bir xülasə var, izahat verdik.
və izah etdik ki, 8 fərsəx. Əlbəttə, alimlər arasında nəzərlər var. 41 kilometrdə deyirlər, 45 kilometrdə deyirlər. Yəni, insan alimlərin sözünə də rəayət etməlidir. Yəni, İslamın alimləri də Peyğəmbərin sözünü danışır. Çünki Quranda ayə var ki, Əl-uləma'u vərəsətul ənbiya. Peyğəmbərə sual etdilər. Peyğəmbər bu hədislə ayəni təsdiq elədi ki, Peyğəmbərdən, imamlardan sonra yer üzündə bizim ümmətimizin ən dəyərli və ən elmli şəxsləri alimlərdir. Bəs alimlər buyururlar, ya 45 kilometr, ya 41 kilometr olduğun yerdən hərəkət etsən, hədd tərəxxüsdür və namaz 2 rəkət orucda tutmağa haqqın yoxdur. Amma önəmli bir məsələ, insan ola bilər ki, bir məkandan bir məkana hərəkət edirsə, bunun 2 şərti var. O şərtlərdən biri budur ki, səhər duracaq, inşallah ki, hərəkət edəcək və gedəcək. Hara gedirsən, get, günorta əzanına qədər qayıtmalısan öz evə. Bu halətdə orucun düzdür. Əgər yox, səhər gedib, günorta əzanından sonra qayıtsan, orucun batildir. Ya da ki, gözləməlisən ki, günorta əzanı verilməlidir. Ondan sonra günorta əzanından sonra gedib, hansı saatda istəsən, evinə qayıda bilərsən. Allahdan istəyək ki, Allah bizlərə bu ayda izzət və tövfiq bəxş eləsin. Allahım cəmi şəhid Allahımızın ruhunu şad elə, əsgərlərimizi qoru, qazilərimizə şəfa inayət elə, özümüzü, ata, ana boynumuzda haqqı olanları bağışla, ölkəmizdə həmişə əminəvanlıq, sabitlik bərqərar elə və ağamız İmam Zaman Əleyhisselamın ruhunu təhsil elə. Allahümmə əccil vəlikəl fəraz. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuh.